Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nud daim ala a'daihim ecma'in. Fədək xutbəsində xanım Zəhra səlamullah aleyha bir sıra ibadi məsələlərə toxunur. Hərəsinin bir fəlsəfəsini və yaxud bir funksiyasını, bir mahiyyətini açıqlayır. Oruc haqqında buyurur ki, və faradallahu siyamə təsbitən lil-ixlas. Buyurur ki, orucu da ixlas üçün təsbit qərar verib. Yəni, ixlası sabitləşdirmək üçün, möhkəmlətmək üçün. Saytların birində Həzrət Ayətullah Misbah Yəzdağanın rahiməhullah bu barədə bir sözü qeyd olunmuşdu. Niyə görə namaz, oruc, xumus, zəkat haqqında başqa sözlər deyildiyi halda xanım Zəhra səlamullah aleyha siyamı, yəni orucu ixlasla yan-yana zikr edir. Və buyurur ki, Allah orucu vacib edib. Nəyə görə? İxlasın təsbiti üçün, sabitləşməsi üçün. Əlbəttə, inhisarı deyil, başqa məsələ də ola bilər, başqa hikmətdə, səbəb də ola bilər. Belə izah verir ki, oruc imsaki bir əməldir. Yəni, nədənsə çəkinirsən, nəyisə etmirsən, namazda nəsə edirsən, səccada sərirsən, məscidə gedirsən, möhür qoyursan, rüküyə gelirsən, səcdəyə gedirsən, həc də bir əməldir. Buradan zəhmət çəkib gedirsən, Saudi Ərəbistanına, orada müəyyən işlər görürsən, həccin əməlləri, zəkat da, xumus da, pul vermək, cihad da, qılınc götürürsən əl və ya müasir dövrdə gedirsən müharibəyə. Bu nəsə bir əməldir, nəsə bir iş edirsən burada. İnsanlar səni görürlər və səni görəndə səndə bir növ, belə deyək ki, ola bilsin müəyyən bir riyakarlıq baş qaldırsın, ixlas aradan geçsin, mənə əhsən düşsünlər deyə səndə bir his baş qaldırır ki, bu işi görüm, ta ki mənə əhsən düşsünlər. Çünki ixlas riyanın müqabilidir. Riyakarlıq nədir? Yəni Allah üçün yox, özümü başqasına göstərmək üçün. Kimsə mənə əhsən düşsün buna görə. Amma ixlas nədir? Xalis olmaq. Yəni, heç bir qatqı yoxdur. Xalis baldır, xalis süddir, xalis əməldir. Ancaq Allah üçün. Ancaq Allah üçün qurbətən ilallah. Özümə heç kimə göstərmirəm. Oruc imsakidir buyurur. Yəni, orucda nəsə əməl yoxdur. Orucda çəkinirsən nədənsə, nəsə etmirsən. Bəli, bir nəfər yaysa ki, mən oruc almaya, məsələn, baxın, bu riyakarlıq ola bilər. Amma heç nə etməsə, normal bir şəkildə işinə gedir, evə gedir, dərsə gedir və s. işində gücündədir. Heç kim bilmir ki, bu adam orucdur. Küçəyə çıxsan, bir nəfər yemək yesə bilirsən ki, oruc deyil. Su içsə bilirsən, oruc deyil. Ya oruc idi, batıl oldu. Amma heç kim, heç bir iş görməsə, küçədə hərə öz işində gücündə, ya iş yerində, ya dərsdə, heç kim bilmir ki, bu adam orucdur. İmsakidir, yəni çəkinirsən orada nədənsə, yeyib içməkdən çəkinirsən. İxlas nədir? Qeyd etdik ki, riyakarlığın əksidir. Özünü kiməsə göstərmirsən, ancaq Allah üçün iş görürsən. Quran-ı Kərimdə Allah Azza və Cəllə buyurur, Bəyyinə surəsi 5-ci ayə, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim, Və mə umiru illə liyə'budullaha muxlisinə ləhuddin, Sadaqallahul aliyyul azim. Deyir ki, onlar ancaq Allaha ixlasla ibadət etmək üçün və ixlasla dini ona nisbət vermək üçün nə edirlər? Əmr olunublar ki, ibadət etsinlər. Onlar əmr olunublar ki, Allaha din ona xas şəkildə, muxlis bir şəkildə ibadət etsinlər. Din ancaq Allahındır və muxlis şəkildə, ixlasla insanlar, bəndələr əmr olunub ki, Allaha ibadət etsinlər. Biz mübarək Ramazan ayında çox zaman bu söhbətləri demişik. Siz də ərkivi satan insanlara bu sözləri çatdırın. Digər insanlara da həmçinin bir növ əmr və məruf mi deyin və yaxud nəsihət babından, tövsiyə babından, hətta fikir mübadiləsi babından başqa insanlarla bu məsələni müzakirə edə bilərsiniz. O da nə deyib? Çox vaxt görürsən sosial şəbəkələrdə etdikləri işləri açırlar, cəmaata deyirlər. Çəkirlər, qoyurlar, sosial şəbəkələrdə paylaşırlar. Elə bir sosial şəbəkə yoxdur ki, orada ən xırda köməkliklərini belə çəkirlər. Hətta bəzən gedirlər, qapını döyürlər. Kiminsə anası, bacısı qapını açır, bilmir ki, bunu çəkirlər məsələn. Bu, ümumiyyətlə icazəli deyil. Sən icazə almamısan, adam var heç istəmir ki, kiminsə anasıdır, bacısıdır məsələn düşsün kameraya.
Kimsə buna adi baxa bilər. Deyər ki, burada nə var ki? Amma burada çox şey var. Bəzi insanlar var, ümumiyyətlə belə şey xoşlamırlar. İcazəsiz kimisə gedib çəkmək olmaz, narahatsızlığına bəlkə səbəb ola bilər. Gedirlər, məsələn, bəziləri ən xırda yaxşılığı, köməkliyi belə çəkirlər, qoyurlar sosial şəbəkələrdə. Neçə min nəfər də baxır ki, məsələn, bunlar bu işi gördülər. Allah Azza və Cəllə Qur'an-ı Kərimdə aşkar edilən yaxşılığı və yaxud sədəqəni pisliyirmi? Xeyr, əksinə yaxşı adlandırır. Buyurur ki, in tubdu sədəqati fəni'əmməhiyyə. Sədəqələri aşkarlasaz, yaxşı bir şeydir bu. Yəni, açıq aşkarda sədəqə vermək. Pisləmir, deyir, yaxşı bir şeydir. Nəhayətdə sən kiməsə kömək eləyirsən, yaxşılıq edirsən. Bəli, riyakarlıq eləsən, artıq orada əməlin puç oldu, faydası olmadı. Ona faydası oldu. O alan adam o yaxşı hədiyyədir, yaxud iftar paydı, hər nəsə onu aldı. O yaxşıdır. Evdə ruzusu oldu. Allah sənin əlinlə ruzu yetirdi ona. Amma sənə faydası qalmadı. Sən çünki riyakarlıq elədin, əməl puç oldu. Amma riyasız olsa, yaxşıdır, bir yaxşı sədəqədir, bir verirsən kiməsə və yaxud yaxşılıq edirsən və yaxud nəsə bir pay aparırsan, bayram payı və yaxud iftar payı və s. Amma sonra buyurur ki, وَاِنْ تُخْفُوهَا Əgər onu gizlətsəniz, sədəqələri gizlində, وَتُؤْتُوهَا الْفُقَرَاءَ Və onu fəqirlərə versəniz, bəziləri kimi varlılara, qohum əqrəbə yox, fəqirlərə versəniz, فَهُوَ خَيْرٌ لَكُمْ Bu sizin üçün daha xeyirlidir. Xeyrun ləkum Biz deyəndə bəzilərinin acığına gəlir. Allah Quranda deyir ki, əgər gizlətsəniz və fəqirlərə versəniz, sizin üçün daha xeyirlidir. Aşkarı da olsa deyir, yaxşıdır. Amma gizlində olsa daha xeyirli, yəni daha yaxşıdır. Yəni birincisindən daha yaxşıdır. Sonra buyurur ki, وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ Sizin pis əməllərinizi nə edir? Bu vasitələ aradan aparır. وَاللّٰهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ Allah sizin etdiklərinizdən xəbərdardır. Bəqərə surəsi 271-ci ayə. Allah bildi, kifayət elədi də, Allah xəbərdardır. Artıq kiməsə özümü göstəreyim, kimsə məni əhsən desin, bu cür şeylərə görə olmaz. Baxın, ixlas insana digər tərəfdən psixoloji cəhətdən rahatlıq verir. Yəni, sən Allah rızası üçün bir iş görürsən, qarşı tərəfdən onun əvəzini ummursan ki, o da mənə bu yaxşılıq eləsin. Ummursan. Misal üçün, fərz elə bir nəfərin toyudur, səni toya dəvət eləyib. Sən gedmirsən, onun toyunda pul yazdırmısan. Bəzən adətdə bu cür daxı üfdə o artıq borc sayılır. Yazırlar və gələn dəfə həmin şəxs də onu çağırır, o da gedir, həmin məbləğdə və yaxud ondan biraz çox yazır. Mənə elə gəlir ki, artıq bu borc kimi sayılır. Amma adam var, deyir ki, mən borc kimi çağırmıram. Mən onun toyuna gedmişdim, o pulu salmışdım. Allah rızası üçün gedmişdim. Məqsədim də bu deyil, o da gəlsin mənim toyumda həmin məbləği yazdırsın. Allah rızası üçün eləmişdim. Və o şəxs gəlməyəndə artıq bu psixoloji cəhətdən rahatdır. Niyə? Çünki bu Allah rızası üçün etmişdi. Bunu çağırmışlar toya. Bilirdi ki, toydan sonra bu insanların müəyyən pula ehtiyacı olacaq, ev üçün, məsələn, əşya üçün və s. Bu da gedib bir miqdar köməkli eləmişdi yeni qurulan ailəyə. Və Allah rızası üçün eləmişdi. Əcrini də Allahdan umurdu. İndi o bunu çağırmadı, heç bir problemi yoxdur. O bunun toyuna gəlmədi, heç bir problemi yoxdur. Və yaxud başqa misallar da bu cür. Sən bir yaxşılıq edirsən, həmin şəxs o yaxşılığı sənə qaytarmır. Bəlkə hətta pislik də eləyir. Düzdür, o pisliyi insana narahatçılıq yaradır. İnsan ona pislik ediləndə zərər çəkir də. Amma üçün yaxşılığını Allaha görə eləmişdi. Deyir, mən ona görə etməmişdim ki, mən Allaha görə etmişdim. Bilirəm də ki, Allah ədalətsiz deyil. Bunun mütləq əcrini verəcək. İmanı var Allaha. İnsanlar bəli səhv edə bilərlər, yüzləri çatmaz, əta eləyə bilməzlər, unudarlar və s. Amma bunların heç bir Allahda yoxdur. Allah bunlardan münazzəhdir. O ona görə Allah üçün edir. Bir nəfər kitab yazmışdı, dostu bunu görmüşdü. Dostuna vermişdi, dostu gedib evdə oxumuşdu. Sonra deyir, dükanda vitrində görür ki, həmin kitab qoyulub vitrinə. Baxır, görür ki, bunun kitabıdır. Adı da başqa adamın adıdır, həmin o dostunun adıdır. Yəni, o dostu kitabı aparıb, öz adıyla çap eləyib, qoyub vitrinə, dükana satışa. Zəng vurur həmin şəxsə, deyir, o kitab vermişdim, ha, sənə öz adına çap eləmişsən. Onun ikinci cildi də çapdan çıxmalıdır, hazırdır. Gəl, kitabı verim sənə, yazıları verim sənə, apar öz adınla çap elə qoy dükana. Niyə? Çünki o adam bilir ki, mənim çatdırmaq istədiyim məsələlər var, insanlara çatsın, insanlar dini öyrənsinlər. Fərqi də yoxdur kimin adı ilə çıxır çıxsın. Bu evdə qalacaqdır, pulsuzluqdan çap olunmayacaqdır.
Bu adam çap eləyir də hazır. Mənim adıma çıxdı, onun adına çıxdı, heç bir fərqi yoxdur. Allah bilir ki, mənim adımadır. Allah bilir ki, mənimdir. Allah Azza və Cəllə bizim əməllərimizi ixlaslı əməllərdən qərar versin. İlahi əmin. Allahumma salli ala Muhammedin və ali Muhammed.